Salam değerli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün isə satışda olan daha bir mənzili təqdim edirəm. Başlamadan öncə 2 saniyənizi ayırıb kanalımıza abunə olmağı, videonu bəyənməyi və bu gözəl mənzil haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Mənzil yerləşir Həzəsanovda, Həzəsanov metrosundan piyada maksimum 8-9 dəqiqəlik məsafədədir. Yeni tikili binada, yeni təmirli və yaşayış olmamış geniş 3 otaqlı mənzildir. Gözəl də proyekti var. İnşallah bunu canlı baxanda da şahid olacaqsınız. Dediyim kimi yeni təmirdən çıxıb, təmirdən də sonra bir gün belə mənzildə yaşayış olmayıb. İndi mən sizə bütün otaqları, hər bir detalını sizin nəzərinizə çatdıracağam. Həmişə olduğu kimi başlayırıq mənzilin giriş hissəsindən. Burada giriş qapımızı görürsünüz. Girişdən daxil olduqda sol tərəfdə bu gördüyünüz böyük şkaf yığılıb, qardırop mebeli yığılıb. Gəlin içərisini göstərim. Dərinlik də çox yaxşıdır. Demək olar tam axıra kimidir. Yuxarı hissələr də şkafdır. Yəni əşya yerləşdirmək üçün problem yoxdur. Kifayət qədər yeriniz var. Döşəməsi qranitdir. Üstü döşəmə ilə təchiz olunub. Girişdən daxil olduqda üzbəüz tresuar yerləşir. Aşağısı siyirmə, sağ və sol mebel daraqlar. Ortada böyük güzgü yerləşdirilib. Gizli işıqlar. İşıqlandırmada lüstr və spotlardan istifadə olunub. Görürsünüz burada böyük lüstrumuz, spotlar, gizli işıq hamısı yerləşdirilib qaydasındadır. Otaqların yerləşməsini sizinlə də çatdırım. Girişdən sağda mənzilin sanitar qovşağıdır. Buranı artıq gördünüz, mənzilin qonaq otağı, mətbəx. O hissədə isə mənzilin 2 yataq otağı yerləşir. Bu hissədə gözəl ümumiyyətlə giriş isə çox genişdir, böyükdür, işıqlıdır. İnşallah bunu canlı baxanda da şahid olacaqsınız. Gəlin elə başlayaq. Qonaq otağından mən bir-bir bütün otaqları sizə göstərim. İlk öncə onu qeyd edim ki, qonaq otağının ölçüsü çox genişdir. Yəni təxmini 27-30 kvadrat olar. Yəni təxmini ölçünü nəzərdə çatdırıram. Genişdir. Ona görə mebel dəstini bu hissədə tam rahatlıqla yerləşdirmə imkanınız var. Gözəl, maraqlı teksturalı divar kağızlarına istifadə olunub. Yəni gözü yormur. Rənglər də hamısı bir-birinə uyğunlaşdırılıb. Pərdənin rəngi, divar kağızlarının ümumiyyətlə mebellərin hamısı bir-birinə uyğunlaşdırıb. Gözəl pərdəmizi də görürsünüz bu hissədə. Burada çox gözəl TV stendimiz yığılıb. Sağ və sol tərəflər eyni zamanda aşağı hissəsində şkaflardır. Bura aksesuarlarınızı qoya bilərsiniz. Otağa xüsusi gözəllik verər. İşıqlardan istifadə olunub, gizli işıqlardan. Aşağı hissəsindən də eyni ilə arxası mebel daraqlardır. Başqa nəyimiz var? Mərkəzdə gözəl böyük lüstrumuz, gizli işıq, spotlar hamısı var, qaydasındadır. Buradan mənzilin eyvanına da çıxış var. Mən nəzərə çatdırdım ki, bütün otaqların baxışı dəniz şəhər istiqamətindədir. Alov qüllələri, bayraq meydanı, yəni hər bir şey görsənir. Ola bilər videodan tam hiss olunmasın, amma canlı baxanda bunun şahidi olacaqsınız. Gəlin keçək, buradan göstərim. Mən otaqlara keçməmişdən qabaq mənzilin sanitar qovşağını bayaq qeyd elədim. Girişdən gəldikdə sağda yerləşir. Çox genişdir. Ümumilikdə mənzildə otaqlar da genişdir. Sanitar qovşaq da həmçinin. Burada arıq kəsmə duş kabinimiz yığılıb. Bunun içərisinin genişliyinə baxın. Çox rahatdır. Bütün aksesuarlar da qoyulub hazırdır. Unitaz, gözəl böyük moydadırımız, işıqlı güzgü ilə. Təbii ki, burada isti döşəmə ilə təchiz olunub. İndi isə keçək digər otaqlara. Dediyim kimi, mənzildə təmirdən sonra yaşayış olmayıb, bütün sənədlər, hər bir şey tam qaydasındadır. Buradan daxil oluruq mənzilin mətbəxinə. Mətbəx də, belə deyim, kvadrat şəklindədir, yəni dar uzun otaq deyil. Ona görə bura digər mətbəxlərdən fərqli olaraq 3 nəfərlik deyil, 4-6 nəfərlik masanı tam rahat yerləşdirə bilərsiniz. Və onu qeyd edim ki, girişdə olan isti döşəmə burada da davam etdirilib, burada qranitdir. Gözəl mətbəx mebeliniz yığılıb, tam boya-boya axıra kimi, yuxarı hissələrdə şkafdır, 3 hissədən ibarətdir. Üstü mərmərdir, içərisini də göstərim, dərinlikdə yaxşıdır. Qaz pesi aspirator qoyulub hazırdır. Paltaryanın, soyuducunun, sobaların hamısının yeri nəzərə alınıb və buradan da mənzilin eyvanına çıxış var. Həm buradan, həm də qonaq otağına bir dənə də əlavə eyvan var. Orada yataq otağından çıxış var. Keçək, mən sizə göstərim mənzilin yataq otaqlarını. Bura mənzilin birinci yataq otağıdır. Bu evin, bu mənzilin üstünlükləri odur ki, qonaq otaqları dar uzun otaqlar deyil, kvadrat şəklindədir.
Ona görə mebel dəstinizi tam rahat yerləşdirə bilərsiniz. Burada mən sizə yerləşməni nəzərdə çatdırım. Taxtın yeri bu hissədə nəzərə alınıb. TV internet çıxışı isə üzbəüz bu tərəfdədir. Buradan da mənzilin ikinci eyvanına çıxış var. Pərdələrimiz hazırdır. İstil sistemi kombidir. Radiatorlar da hamısı tam hazır vəziyyətdədir. Tavanı da göstərim sizə. Buradan keçirik mənzilin ikinci yataq otağına. Buranı da göstərim. Sonra mənzilin məlumatlarını, qiymətini, hər bir şeyi sizin nəzərinizə çatdıracağım. Burada dediyim kimi ikinci yataq otağıdır. Burada nəyimiz var? Gözəl pərdəmiz asılıb. Burada divar içi şkaf yığılıb. İçərisində görürsünüz, dərinlik çoxdur. Demək olar tam axıra kimidir. Yuxarı hissədə şkafdır. Burada isə yerləşmə bu cürdür. Taxtın yeri buradadır. Lüstrumuz, gizli işıq spotlar, tavan hissəni göstərim. TV internet çıxış burada nəzərə alınıb və buradan da eyni ilə baxış dəniz şəhər istiqamətindədir. Alov güllələrinə, dediyim kimi bayraq meydanına panoraması var. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatlarını bir daha nəzərə çatdırım. Yerləşir Həzəstanovda. Həzəstanov metrosundan piyada maksimum 8-9 dəqiqəlik məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayışı olmamış geniş 3 otaqlı mənzildir. Gözəl də proyekti var. Ölçüsü 127 kvadratdır. Yerləşir 12 mərtəbəli binanın 9-cu mərtəbəsində. Sənədlər də qaydasındadır. Çıxarışı, yəni kupçası da var. Və mənzilin start olaraq qiyməti 295 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.